ilham da görür, bizim dediklərimizi görürlər, amma qəbullanırlar bunlar. Mən bu sözləri istifadə etməyə çox da xoşlamıram. Bu da çox da ədəbsiz bir söz deyil. Amma el arasında beləsinə peysər deyirlər də, yəni gözü ilə görür, atır peysərinə, qəbullanır. Elə deyilmi? Bu qədər söz deyilir, bu qədər sifətlərinə şapalaq kimi faktlar çırpırır. Bunlar elə bil ki, üzünə tükürürsən, bu üzünü çevirir ki, bu bizim hələ boş qalıb. Həyasızdırlar. Yəni bir adamın həyası ola, çıxıb cavab verə ki, yox bu səhvdir, yox təhrif edirlər bunlar. Mən görməmişəm bir dəfə Mir Şahin bunların güya namuslarını, qeyrətlərini çəkən bir Şahin. Mənim, ya sənin, ya başqasının göstərdiyi bir məsələ ilə bağlı faktı təksib edən alternativ qabağına onun yalanlayıcı material qoysun ki, yox, onlar belə göstərmişdir. Ay millət, baxın budur. Onlar yalan deyil, budur. Mehman deyəndə, Tural deyəndə, şəhərlərdə baxın cəmaat nə yazır? Bir Şahin deyəndə cəmaat şəhərlərdə nə yazır? Özləri bilər. Biz əsas odur ki, fəaliyyətimizi dayandırmamalıyıq. Bundan sonra İlham Əliyevin ətrafını araşdırmağa davam edəcəyik. İlham Əliyevi çirkin əməllərini ortaya çıxardacağıq. Amma mən İlham Əliyevdən daha çox vətəndaşlara, millətə güvənirəm. Sizlər bax bu cür verilişləri paylaşmalısınız, bəyənməlisiniz, dost tanışa, qonşunuza, qohumlarınıza göndərməlisiniz. Ancaq sağlayırlar, bunların dövlət idarə etməsindən xəbəri yoxdur. Bunların insanların problemindən xəbəri yoxdur. Ona görə də vətəndaşlar etiraza çıxmalıdırlar. Etiraz sizin gücünüzdür, sizin xilasınızdır. Qul kimi, nökər kimi, kölə kimi yaşamağa dəyməz.